Sərtləşmə prosesinin yaranmasından ötürü əsas və əlavə olan mexanizmlər var ki, bunların hamısı eyni anda vəhdət şəklində normal fəaliyyət göstərməlidir ki, sərtləşmə davamlı olsun, effektiv olsun, qalıcı olsun. Bu mexanizmlərdən əsas olanları qan dövranıdır, damarların elastikliyidir, gələn qanın həzminin çox olmasıdır penisə, çanaq əzələləridir, toxumalardır, sinirlərdir ki, bunların hamısı eyni anda normal şəkildə fəaliyyət göstərməlidir. Bu mexanizmlərdən hər hansı biri öz fəaliyyətini normal göstərməzsə, penisin sərtləşməsində və yaxud sərtləşmənin qalıcı olmasında və yaxud erkən boşalmada hansındasa bir problem yaranacaqdır. Onun üçün deyirik ki, müasir müalicələrin üstünlükləri nələrdən ibarətdir? Bu mexanizmlərin, bu sistemlərin hamısına ayrı-ayrı təsir göstərə bilmək imkanında. Həm əzələ sistemi üçün olan aparatlar, həm qan dolaşımı üçün olan aparatlar, həm toxumaların bərpası üçün olan prosedurlar, şok zərbə dalğa terapisi, vakuum terapi, Tesla proseduru, PRP terapi, bunların hamısı sərtləşmənin yaranmasında iştirak edən əsas sistemlərin fəaliyyətini ayrı-ayrılıqda bərpa etmək üçündür. Onun üçün cinsi zəifliyin müalicəsinə kompleks şəkildə yanaşmaq lazımdır ki, bütün mexanizmlər normal şəkildə, bütün sistemlər normal şəkildə fəaliyyət göstərsin. İstər yaşla bağlı yaranan problemlər, istər şəkərli diabetdən əziyyət çəkən xəstələrin yaranmış problemləri və s. Onun üçün kompleks müalicə, müasir cinsi zəifliyin müalicəsində istifadə olunan aparatlar kompleks şəkildə istər Avropada, istər Türkiyədə tətbiq olunur. Mərkəzimizdə də bu aparatların hamısı istifadə olunur, hamısı tətbiq olunur ki, xəstələrdə aldığımız nəticə daha davamlı, daha qalıcı, daha uzun müddətli effekt göstərsin.